Kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Hello. Ne özü bu artistin? Ağzımda kaldı. Elə tutmuşsan üzvü, cəmaət elə biləcək şillə zat vurmuşam mən sənə. Ağzımda kaldı. Yaxşı oldu. Arkadaşlar, deməli dünən xatırlayırsınızsa sizə çilingir sofrası kuracağız dedik. Turşularla dolu, qəşəng balıklı bir sofra quracağıq. Şirabiye de geldi. Evet, uşaqlar bu arada yeni aldıqları dəstləri geyiniblər. Çox yaraşıb ikimizə də. Ceyne açıp batırmışam. Yo, batırmamısan. Əsnata babalecə dinozavr ölüb, dinozor. Deməli, görev dağılımı eləyirik. Uşaqlar, siz eyvandakı əşyaları otaqlara transfer eləyirsiniz. Biz də ata ilə gedirik süfrəni düzəltməyə, yeməyi pişirməyə. Dayan. Safra vermezsin. Gel. Arkadaşlar, Şehriyar Eminiz bir balık almıştır. Ömrümde bu balıktan yememişimdir ben. Bu neydi? Selamünaleyküm. Ne tersen? Allah. Ne buydu dodaqlar? Dolgu elətdirmişsən düzündünən. Etiraf elə dolgu elətdirmişsən. Hansı kosmetologun yanına getirsən dinən. Enların yanında yedi. Arkadaşlar, şimdi bu balığı neyinler, necə yeyirlər, belə? Böyle. Qaynadırıq. Şəhər, sən neyinsən, ölüm sən üçün. Şəhər kartoşkaları qabığı ilə, yumurtaları kartoşka ilə bir yerdə qoydu qaynamağı. Kore yemeği pişirdik biz. Hə, Şako? Nasılsın Şehriyar Emi? Şehriyar Emi balığın kafasını, kellesini koparıyor. Bunun içində qaynadacağıq balığı. Getdi dolğun, heyf oldu. Всё. Mən heç nə qalmadı kaşkım. Mən də turşuları qabları doldurup. Çox qəşəng turşular almışıq arkadaşlar. Bir dənə həmməcürə turşu almışıq. İçində hər şey var. Kök var, kələm var, xiyar var. Ay Allah. Bir dənə belə bir turşu almışıq. Bunun da içində çuğundur, biber, kırmızı biber, soğan, kələm, hər şey var. Bir dənə də xiyar turşusu almışıq. Bəh. Doğu almışıq, bir də sok almışıq. İndi keçirik biz hazırlamağa, sonra keçəcəyik süfrəni hazırlamağa. Siz də evləri səliqəyə salırsınız, əşyalarınızı, otaqlarınızı rəngləmən. Əsad mənim üçün rəngləmə tapıb arkadaşlar. Teşekkür ederim Əsad. Nə gözəldir. Saxla bir yerdə rəngləyərik. Çox qəşəngdir. Rəngləmiş gözdə deyəsən birinin içindən. Oh, getdik. Görev dağılımı başlasın. Arkadaşlar, soframızı görmeye hazır mısınız? Burada Şehriyar'ın çok büyük emeği var arkadaşlar. Şuna bakar mısınız? Şimdi açma arkadaşı böyle yapacağım. Çok geçendi de yani. Mükemmel bir sofra. Sana çok teşekkür ederim. Sen çok büyük Yumurta hayatına bezi. emeğin Bu var. korkulu bir süfredir. Bu kış böyle. Bu boyda süfrəni qoydu qırağa, bir dənə sınıq yumurtanı soxdu gözümüzə. Evvəlcə bir dənə yumurtanı harda tapdın, sənin üzvə güldü, neynədisə. Sən bu boyda süfrəni görmədin, gözəlliyin. Arkadaşlar, balıklarımız, kartoşkalarımız, turşularımız, göy-göyərtimiz, soklarımız, nuş olsun. Doğamız da var burada, nuş olsun. Haydi. Nuşi puşi. Əsatından. Ya Allah, mən nədən başlayayım? Bir dənə kərtöf götürüm. Kərə yağı. Bir dənə xaladenikdən kərə yağı gətir dərsi. Qəşəng kərə. Şəhriyar soğanı da yumruğu ilə bölüb arkadaşlar. Tap bir dənə qoydu soğanın başından, soğan bölündü. Soğan böyle değil, kırılırım Şehriyar. Süfrə o qədər uzundur. Adamın əli çatmır süfrəyə. Bəh. Bu ikilini bir arada sevənlər yorumda səsini çıxartsın. Evet, yağı getir qəşəng yağla. Bura qoy. Allah. Nuş olsun hamıya. Teşekkür ederiz. Bəh. Siz yiyin, mən biraz sizi çəkim. Soğan yiyin. Hə, düz deyir. Mən yağ qoyum kartoşkamın üstünə. Ərisin burada qəşəng özü. Buna deyirlər kapiçoni. Kapuçu. Aşkım, o balığı necə yeyirlər? Bu. Elə dadlıdır bəyəm. Baxa bilərəm mən də. Ömrümdə ilk dəfə yeyəcəm.
Bir dənə balaca parça ver, dadını bilim hələlik. Ota balıqdan qusmarım. Hə? Ne qursa? Biz turşudan qusuyuq. Balıq turşu qoyalım. Qəşəngdir, dadlıdır. Nuş olsun. Bunu qəşəng əridim. Əzim belə. Oy dədə. Yağ götürün, siz də yağ götürün. Nuş olsun. Uşaqlar, sizə çox pis bir xəbərim var. Təzəlikcə düzəldik. Bir gün getdik Qubaya, bir gün işığına çıxdıq, bir gün üzü gördük. Qayıtdıq, təzəlikcə uşaqlar sağalıb məktəbə addımlarını atdılar. Məktəbin qarğışı yerimizi tutdu. Arkadaşlar, Məryəm yenə qızdırmalıdır. 38 qızdırma. Yenə xəstələndi. Yenə ilk aramızda Məryəm xəstələndi. Keçən dəfə də Məryəm Sağala bilmədik. Sağala bilmədik. təzdən xəstələndik. Təzə deyib başladı mitoçankapori, mitokontapapori. Demək arkadaşlar. Sonra gəldi Məryəmə iynə vurdu arkadaşlar. Özdə Ofuş həmişə də ortancı uşaq gətirir xəstəliyi. Naidibgildə də əsmə gətirir, Məryəm bizdə də Məryəm gətirir. Qızılcada da birinci Məryəm qızılca oldu. Keçən dəfə xəstələnəndə də birinci Məryəm xəstələndi məktəbin ilk günü. Bu dəfə də birinci Məryəm xəstələndi. Sizə də indidən Allahdan şifalar və keçmiş olsun diləklərimi iletiyorum. Mən bu gözlə Məryəmi qəşəngcə qucaqlaşmışam. Hə, Allahın olsun. Öpmüşəm Məryəmi, atan baxışını. Atan deyəsən sözünü kəsdim mən Bana bayaq. gözdəydi, çocuklarımı tutdu deyəsən. Sənə niyə gözdəyir? Bilmiyorum, bu qəşəngləşmişdim. Yenə başladı. Mən stəkanla içmişsiniz ikiniz də. Hə. Mən içməmişəm. 3 gündən sonra bunlar da yatırır, ofuşmam, bədbəxtəmi. Sən Nə olacaq, həqiqətən elə biz hamımız opşi. Biz məktəbə gedə bilmirik uşaqlar. Bizə heç kəs inanmır. Həqiqətən heç kəs inanmır. Bir dənə yoxlama təyin eləsinlər bizim evə. Bəlkə bizim üstümüzdə bir ağırlıq var, bəlkə biz qışa qalırıq. Bəlkə Allahın Bəlkə dostu. bu köçəri quş olmalı. Bir evi zadı axtarın, kukla çıxacaq 100% üstündə iynələr, məktəb, xəstəlik, dərman. Köçəri quşu istilər düşəndə biz getməliyik Dubaya, zada soğuqlar olanda istilər qayıtmalıyıq. Necə olur? Bilmirəm. Yəni içimizdə köçəri quş ruhu yatır. Gedirik Dubaya istəyə. Necə? Həqiqətən bilmirəm. Məktəbə addımımızı atan gün xəstələnir. Uşaqlar bu normal deyil, həqiqətən çox anormal bir vəziyyətdir. Yəni məktəb qutardı da, düzdür? Bir Allahın qulunun belə uf deyən olmadı da. Məktəb başladı. Hələ havalar o qədər soymayıb, hamı yatır xəstə. İkinci dəfə deyə 10 günün içində. Bu bitdə. Bu xəstə. Mən göndərsəm məktəbə bütün uşaqlar Xəstələnəcək, hə. Mərdim azarlıq olacaq. Bütün Məktəb səhiyyə gəlsin bizə dəymə. 3 gündən sonra hamımız yataqda olacaq. Bütün buna balnitsalar da şahiddir. Buna həkimlər də şahiddir. Hamı şahiddir. özdə birinci xəstəlikdə bu ayın 15-i xəstəliyəndi ya, sentyabrın 15-i hamımız tutduq deyə 12 günə yaxın biz xəstə yatdıq demək olar ki. Yəni keçmiş olsun. Nə deyim? Rabiə ilə əsnafı qorumağa çalışıram. Burunlarına maz sürtmüşəm. Bayaqdan vitamin zad içmişik. Allahdan heç olmasa 2-3 gündür bunları hər səhər sübh tezdəndən alma soku ilə kök soku çəkib verirəm. Bəlkə o səbəb saldı, xəstələnmədilər, bilmirəm. Görək də, gerçi sən içməmsən. Rabiənin immuniteti bu dəqiqə güclü olacaq. Rabiə həm D vitamini içdim. həm də yeməyini normal yeyib. Özü dünən limon yediniz siz. Nə bilim, valla keçmiş olsun. Bizim izləyicilərimizdən də kim xəstədirsə Allah şəfasını versin. Mən mandarin gətirə bilərsən. Mandarin gətir ona. 7.